İsteğe göre içliğini hazırlayabilirsiniz. Bakın bu cür alındı. Salam kanalımın değerli izleyicileri, her vaxtınız xeyir olsun. Xoş gördüm hər birinizi yeni videomda. Bugün mən sizlərlə çox dadlı, ləzzətli, asanlıqla hazırlayabileceğiniz soba piraşkisi hazırlayıram. Gəlin heç vaxt ötürmədən başlayaq. Burada 700 qram un var, içərisinə 300 qram yağ əlavə etmişəm. Ürü hazırlayacağıq və içərisinə yarım çay qaşığı duz əlavə edirəm. Keçirəm ürünün hazırlanmasına. Otaq temperaturunda yağ olmalıdır ki, rahatlıqla ürünü hazırlaya bilək. Ürü artıq hazırdır. Baxın bu formada olmalıdır. Əlimizlə sıxdığımız zaman. İndi isə digər ərzaqlarımızı içərisinə əlavə edib xəmir yoğururuq. 2 dənə yumurta əlavə edirəm. 300 ml qatıq əlavə edirəm və yaxud da xama. Hər ikisindən istifadə edə bilərsiniz. Azacıq saxlayıram qabın dibində. Və bir paket qabartma tozu əlavə edirəm. Və başlayıram xəmiri yoğurmağa. Artıq xəmiri yoğurdum, hazırdır. Baxın, bu cür toparlayırıq xəmiri və qoyuruq soyuducuda ən azı 2 saat qalsın. İndi isə keçirəm içliyin hazırlanmasına. Mən toyuq ətindən istifadə edəcəm. İstəyə görə mal ətindən istifadə edə bilərsiniz və yaxud da kartofdan istifadə edə bilərsiniz. Tamamilə zövqdən asılıdır və 2 ədəd soğan istifadə edəcəm. Ədviyyatlar, duz, istiot öz yerində, istədiyiniz qədər əlavə edə bilərsiniz. Əvvəlcə əti xırdalayıram. Birbaşa tabağın içərisinə əlavə edirəm. Çünki bişirəcəyi çiğ formada əlavə etmirik. Bişiririk, yəni öncədən yağ, ət, soğan və istiot, duz, zövqə görə əlavə edib tabağın içərisinə yaxşıca bişirib, soymağı gözləyib daha sonra içərisinə əlavə edib sobada bişiririk. Soğanlar da eyni qaydada xırdalayıram. İstiot əlavə edirəm. Biraz paprika əlavə edirəm. Duz da əlavə edib, üzərindən azacıq yağ əlavə edib qoyuram pişməyə. Üzərindən biraz yağ əlavə edirəm. Artıq içliyi hazırdır. Azacıq qızardırıq. Toyuq əti pişdi. İndi isə götürüb qoyuram kənara. Keçirəm xəmirin hazırlanmasına. Xəmiri soyuducudan çıxardıram. Dəzgahın üstünə əlavə edirəm və kündələrə ayırıram. Artıq xəmir özünü tutub forma verirəm. 60-70 qram arası kündələrə ayırıram. İstəyə görə 60 və yaxud da 70 qram edə bilərsiniz. Yəni böyüklüyü sizdən asılıdır. Çəkdim hər birini 60 qramdan götürdüm və 22-24 arası kündə alınır. Kündələyirəm və heç vaxt ötürmədən başlayıram içlikdən doldurmağa. Kündələrimiz hazırdır. Üzərini bağlayıram və keçirəm dərhal yaymağa. Bir neçəsini bu formada yayıram və içliklə içini doldururam. On dənəsini belə içini doldurdum. İndi isə kənarlarını bükürəm. Adi şəkərbura kimi kənarlarını bükürəm. İçli isti olduğundan artıq yağı çıxıb, fikir vermədən. Çox səliqəli, kiçik etməyə ehtiyac yoxdur. Belə böyük kənarlarını bükürük.
Hər birini bu cür edirəm və qoyuram salafanın altına 10-15 dəqiqə qalsın. Hər birinin üzərinə yumurta vururam və öncədən 170 dərəcə qızdırdığım sobada qoyuram bişməyə. Qeyd edim ki, yumurtanın içərisinə qoz rəngi deyilən rəngdən qatmışam. Biraz daha rəngi tüt olsun deyənə bunu etmişim. Çəngəl vasitəsilə bezək veririm. İsteğe göre çörək otu səpirik. Qoyuram 170 dərəcədə üzəri qızarana kimi bişməyə. Sobadan çıxartdım artıq. Birlik bişirmişəm. Digərlərini də indi qoyacağım pişməyə. Yumuşaqdır baxın. Çox gözəl görüntüsü var. Rəşkilərimiz hazırdır. Çox dadlı, ləzzətli alındı. Bunları gördüyünüz kimi fərqli formada etdim. İçərisində pendirli etdim. Digərlərini isə toyuq ətindən etdim. İsteğe görə içliyini hazırlaya bilərsiniz. Baxın bu cür alındı.